11 fevral 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağabakıxanov adına Tarix və Etnologiya İnstitutunda görkəmli tarixçi, alim və şair Şahin Fazilin Qubanamə kitabının təqdimat mərasimi keçirilib. Elmi və ədəbi ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir milli tarixşünaslıq və bədii fikir müstəvisində mühüm hadisə kimi dəyərləndirilib. Tədbiri giriş sözü ilə İnstitutun Elmi İşlər üzrə direktor müavini, tarix elmləri doktoru dosent İlqar Niftəliyev açıb və müəllifin çoxşaxəli elmi və ədəbi fəaliyyətindən geniş bəhs edib. O bildirib ki, Şahin Fazil Azərbaycan tarixşünaslığında özünə məxsus üslubu, mənbələrə söykənən araşdırmaları və milli düşüncə kontekstində apardığı tədqiqatları ilə seçilən alimlərdən biri olub. Qeyd olunub ki, müəllifin əsərlərində faktoloji dəqiqliklə yanaşı vətənpərvərlik mövqeyi və milli mənəvi dəyərlərə bağlılıq aydın şəkildə hiss olunub. İlqar Niftəliyev vurğulayıb ki, Qubanamə yalnız bədii mətn kimi deyil, həm də tarixi yaddaşı yaşadan ədəbi salnamə kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, əsərdə Quba bölgəsinin tarixi keçmişi, sosial mədəni mühiti və mənəvi irsi poetik dillə təqdim olunub. Müəllif tarixlə poeziyanı üzvü şəkildə sintez edərək oxucunu həm düşündürüb, həm də emosional baxımdan təsirləndirib. Tədbir çərçivəsində Şahin Fazilin həyat və yaradıcılıq yolunu əks etdirən qısa videoçarx nümayiş olunub. Videoçarxda alimin elmi fəaliyyət və səfərlərindən qısa fraqmentlər, çap olunmuş əsərləri və ədəbi yaradıcılığı haqqında məlumat verilib. İştirakçılar tərəfindən maraqla qarşılanan videoçarx alimin çoxillik zəhmətinin və yaradıcılıq axtarışlarının əyani təqdimatı kimi dəyərləndirilib. Təqdimatda çıxış edən şair Ramiz Qusarçaylı 1000 illərin Şahin Fazili mövzusunda məruzə ilə çıxış edərək müəllifin poeziyasında zaman anlayışının bədii interpretasiyasından danışıb. O qeyd edib ki, Şahin Fazilin yaradıcılığında keçmişlə bugün arasında mənəvi körpü yaradılıb və söz vasitəsilə tarixi yaddaş aktual məzmun qazanıb. Daha sonra tarix elmləri doktoru professor Eynullah Mədədli Şahin Fazilin şeirlərində Ramiz Qusarçaylı fenomeni mövzusunda çıxış edərək poeziyada qarşılıqlı təsir, ədəbi mühit və yaradıcılıq dialoqu məsələlərini təhlil edib. O, müəllifin poetik dünya görüşünün formalaşmasında müasir ədəbi mühitin roluna diqqət çəkib. Sonra isə tarix elmləri doktoru dosent Vaqif Abışov Şahin Fazilin tədqiqatlarında Tarixi Mövzular adlı çıxışında müəllifin elmi araşdırmalarının əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, onun tədqiqatları mənbəşünaslıq baxımından zəngin olmaqla yanaşı hadisələrə sistemli və analitik yanaşma ilə seçilib. Növbəti olaraq tarix üzrə fəlsəfə doktoru dosent Fərəh Hüseyn çıxışında müəllifin tarix yalnız keçmiş deyil, o sözlə yaşadılan yaddaşdır fikrinə istinad edərək yaradıcılığında vətən sevgisinin aparıcı ideya xətti olduğunu qeyd edib. Onun sözlərinə görə Şahin Fazilin əsərlərində tarix canlı və dinamik proses kimi təqdim olunub, milli kimliyin formalaşmasında sözün rolu ön plana çəkilib. Sonda Ülviyə Şahin qızı Quba sözlə yazıldı, Qubanamə mövzusunda çıxış edərək əsərin ideya, məzmun xüsusiyyətlərinə toxunub. O bildirib ki, Qubanamə müəllif üçün yalnız ədəbi layihə deyil, həm də mənəvi borcun və tarixi məsuliyyətin ifadəsi olub. Onun sözlərinə görə əsərdə torpağa bağlılıq, milli kimlik və tarixi yaddaş anlayışları xüsusi yer tutub. Ülviyə Şahin qızı atasının elmi və ədəbi irsinin gələcək nəsillər üçün mühüm mənəvi sərvət olduğunu vurğulayıb və tədbirin təşkilinə görə institut rəhbərliyinə təşəkkürünü ifadə edib. Tədbir institutun dəhlizində təşkil olunmuş çay süfrəsi arxasında davam etdirilib.